Bəli, dəyərli izləyicilərimiz, biz Rusiya-Ukrayna cəbhəsindəki proseslərdən söz açdıq. Diqqət İstanbula yönəlib. Rusiya və əlbəttə ki, Ukrayna nümayəndələri elə İstanbulda görüşəcəklər. Birləşmiş Ştatların da təşəbbüskar olduğu bu görüşlə bağlı detallar gün ərzində çıxacaq. Artıq Rusiya nümayəndə heyəti qeyd elədiyimiz kimi İstanbuldadır. İndi isə diqqətimizi həm də digər bir sahəyə yönəltmək istəyirik. Digər bir istiqamətə. Ermənistanın baş naziri Nikol Paşinyan isə Avropa Siyasi Birliyinin 6-cı samitində iştirak etmək üçün Albaniyaya işgüzar səfərə yollanıb və Avropa Siyasi Birliyi samiti ilə bağlı əminəm ki, kifayət qədər informasiyaya sahibsiz. Hər zaman gərgin müzakirələrin getdiyi, Azərbaycan prezidentinin də aktiv iştirak etdiyi bir samitdir və adətən bu tədbir çərçivəsində biz Ermənistanın baş naziri Nikol Paşinyanın Fransa prezidenti Emmanuel Macronla məsləhətləşmələr apardığı, Avropa İttifaqı Şurasının prezidenti ilə müəyyən görüşlər keçirildiyinin şahidi oluruq. Hətta ilk dəfə olaraq Praqa samiti çərçivəsində bilirsiniz ki, Azərbaycan və Ermənistan Almatı bəyannaməsi çərçivəsində bir-birinin ərazi bütövlüyünü də tanımışdı. 5 tərəfli görüş çərçivəsində. Yəni masada o zaman həm Fransa prezidenti Emmanuel Macron var idi, həm Avropa İttifaqı Şurasının prezidenti Charles Michel iştirak edirdi. Azərbaycan, Ermənistan tərəfləri də iştirak etmişdi. Bir sözlə həmin dövrdən etibarən Avropa Siyasi Birliyinin samiti çərçivəsində Azərbaycan da Ermənistan da aktiv rol almağa çalışır. Biz artıq Paşinyanın getmə xəbərini verdik. Bunun üzərindən siyasi şərhçi Mübariz Göyüşlü ilə danışacağıq. Mübariz bəy, hər vaxtınız xeyir olsun. Salam, hər vaxtınız xeyir olsun. Mübariz bəy, Avropa İttifaqı Şurasının prezidenti Charles Michelin dövründən hələ Avropa Siyasi Birliyinin samitində Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı aktiv danışıqlar gedirdi. O zaman ilk görüş çərçivəsində, yəni Praqada keçirilən görüşdə masada Fransa prezidenti Emmanuel Macron da yer alırdı. Ancaq daha sonra qeyri-konstruktiv mövqedən çıxış etdiyi üçün dövlət başçısı Fransa liderinin olduğu masalarda iştirak etmədi. Bu dəfə belə bir tədbir Albaniyada keçirilir və Ermənistanın baş naziri artıq ora gedir. Yəqin ki, Azərbaycan prezidenti ilə bağlı da xəbərlər çıxacaq. İstərdim ki, bu müstəvidə geniş şəkildə danışaq ki, yenə də samit çərçivəsində tərəflərin bir araya gəlməsi nə qədər mümkün görünür. Ola bilər, əlbəttə. Niyə də yox? Yəni, Azərbaycan və onun rəhbəri Prezident İlham Əliyev hər zaman Ermənistana, Nikol Paşinyana bu danışıqlar masası arxasında bir araya gəlmək, problemləri müzakirə etmək, qərar vermək üçün şans yaradıbdır. Amma təəssüf ki, biz Ermənistandan, onun havadarlarından bu məsələlərə belə deyək, həvəssiz münasibət görmüşük. Bəzən isə yalançı bəyanatlar, amma real əməldə davranışlarda başqa davranışları biz müşahidə eləmişik. Ona görə də bu görüşlərdən, yəni indiyə qədər çox sayılı görüşlər keçirilibdir, bu görüşlərdən çox az nəticələr əldə etmək olur. Yəni, prinsip etibarilə görüşmək mümkündür, müzakirələr aparmaq mümkündür. Azərbaycan heç zaman bu məsələlərdən qaçmır, çəkinmir. Amma Mübariz bəy ilə bağlantımızda müəyyən texniki problem yaşanıb. Az sonra artıq bağlantımızı daha yaxşı formaya gətirməyə çalışacağıq. Bir daha qeyd edeyim ki, Avropa Siyasi Birliyinin 6-cı toplantısı ilə bağlı danışırıq. Sabah diqqət tamamilə bu toplantıya yönələcək. Bugündən isə artıq liderlər Albaniyaya doğru üz tuturlar və bundan öncə keçirilən samitlər çərçivəsində də verilən mesajlar bir çoxunuza bəllidir. Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı danışıqlar da aparılır. Bir daha xatırlatma edim ki, Praqa samiti çərçivəsində tərəflər bir-birinin ərazi bütövlüyünü tanıyıb Almatı bəyannaməsi əsasında, hətta xatırlayırsınızsa, ondan sonra dəfələrlə Rusiya lideri Vladimir Putin həmin o görüşə istinad edirdi. Deyirdi ki, Ermənistanın baş naziri Nikol Paşinyan özü Azərbaycanın ərazi bütövlüyünü tanıyıb və artıq 6-cı belə samit keçirilir və 6 dəfə demək olar ki, bundan öncəki 4 dəfə ərzində dövlət başçısı hər zaman bu samitlərdə iştirak edib. Bircə Granadada keçirilən, yəni İspaniyanın Granada şəhərində keçirilən samitdə olmayıb. O zaman da Azərbaycan əleyhinə müəyyən sənədlərin masada olduğu qənaətində idi Azərbaycan hökuməti. Bu səbəbdən də dövlət başçısı həmin görüşdə iştirak etmədi. Azərbaycan iştirakı olmadan isə müəyyən danışıqlar aparıldı Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı. Yenidən Mübariz bəylə müzakirəmizi davam etdirmək istəyirəm. Mübariz bəy, eşidirsinizmi bizi? Buyurun, fikirlərinizi davam etdirin.
Mən hesab edirəm ki, yəni fikrimi yekunlaşdıraraq qeyd etmək istərdim. Bu görüşlərin və müzakirələrin nəticəli olması lazımdır. Təəssüf ki, biz Ermənistandan bunu görə bilmirik. Yəni Azərbaycanın və onun dövlət başçısının iradəsi ortadadır. Biz nəticəli olaraq məsələləri hərəkət etməkdə qərarlıyıq. Təəssüf ki, hətta mən sizə deyim ki, Ermənistan, Paşinyan bir qərara gəlib, hər hansısa bir formada bu məsələlərə yaxın gələndə xaricdən ona təzyiqlər olur, havadarlarının təzyiqləri olur və o bu məsələlərdən geri çəkilir. Ona görə də mən xüsusən Avropa platformasında, baxmayaraq ki, Charles Michel Avropa platformasında yeganə, obyektiv yanaşa bilən siyasi liderlərdən idi. Onun özü də hətta Macronun təsiri altında bəzi məqamlarda qərəzli yanaşma göstərdi. Ona görə də mən sanırım ki, Avropa platforması, yəni ortaq məqsədə gəlməkdən ötürü o qədər də uğurlu bir platforma kimi görünmür. Və ümumiyyətlə mən hesab edirəm ki, bugünkü reallıq artıq bundan ibarətdir ki, tərəflər, yəni Azərbaycanla Ermənistan hər hansısa bir tərəfin təşkilatçılığından daha çox, hər hansısa bir tərəfin platforma təqdim etməsindən daha çox özləri, belə deyək, bir araya, hər iki dövlətin liderləri bir araya gələrək bu məsələlərdə bir nəticə əldə edə bilərlər. Bunun üçün də Azərbaycanın iradəsi var. Bunun üçün Ermənistanın da, onun hökumət başçısının da bir iradəsi olması lazımdır. Əgər bizim dövlət komissiyalarımız, Azərbaycan-Ermənistan arasındakı dövlət komissiyası şərti sərhəddəmi və yaxud sərhəddəmi görüşə bilirsə, niyə də biz bunu, belə deyək də, dövlət və hökumət başçıları səviyyəsində gerçəkləşdirməyək? Və yaxud da tamamilə neytral bir, yəni tərəflərə qarşı neytral bir yanaşma göstərə biləcək platformalarda bir araya gələ bilər. Məsələn, Qazaxıstan ola bilər, Astanada bir araya gəlmək və s. digər. Yəni, mən Avropa platformasını o qədər də bu məsələlərdə obyektiv və uğurlu bir nəticələr əldə edilə biləcək bir platforma kimi görmürəm açığı. Artıq bu platformanın uğurlu olmadığını dəfələrlə Azərbaycan tərəfi də ifadə edib, düzdür. İlk dəfə belə bir uğurlu masa quruldu və dövlət başçısı da Ermənistanın baş naziri ilə orada iştirak edərkən Almatı bəyannaməsi əsasında az öncə də vurğuladığım kimi ərazi bütövlüyünü tanıdı. Qarşı tərəfin Ermənistanın baş naziri də Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha bəyan etdi. O zaman ümidlər bu platformadan çox idi. Daha sonraki görüşlərdə biz Fransa prezidenti Emmanuel Macronun masada olmasını istəmədik. Ancaq Avropa Siyasi Birliyi bilirik ki, həm də Fransa prezidenti Emmanuel Macronun təşəbbüsüdür. Buzların əriməsi baxımından bu samitdə Azərbaycan və Fransa və yaxud da Azərbaycan və Ermənistan liderləri arasında keçiriləcək görüş müəyyən qədər rol oynaya bilərmi? Əgər belə bir görüş təbii ki, reallaşsa, adətən ya rəsmi formada olur, ya da qeyri-rəsmi formada ayaqüstü liderlər danışmaq imkanı əldə edirlər. Sizcə olacaqmı yenə də belə bir görüşlər? Görüş olması mümkündür. Yəni, hətta Macronun iştirakı ilə də, yəni burada belə bir qeyri-adi bir problemli bir məsələ şəxsən mən görmürəm. Yəni, və biz bayaq da qeyd elədim, heç zaman da belə görüşlərdən qaçmamışıq. Amma Fransanın olduğu, iştirak etdiyi hər bir məsələ, istər görüş olsun, istər platforma olsun, başdan uğursuzluğa düçar olacaq kimi bir təəssürat var adamda. Çünki aşırı dərəcədə ermənipərəst və Ermənistan dəstəkçisi bir mövqedən çıxış edən ölkə obyektivliyi qoruya bilmirsə, hansı danışıqları təşkil edə və orada uğurlu nəticələr əldə olunmasına dəstək verə bilər. Azərbaycan belə deyək, uğursuz o ATƏT-in Minsk qrupunun mövcud olması üçün, orada Fransanın mövcud olması üçün razılığını vermiş bir ölkədir. Və ATƏT-in Minsk qrupunun həmsədri olan bir ölkə indi açıq-aşkar ermənipərəst Ermənistan tərəfdarı bir mövqedən çıxış edirsə, Avropa Siyasi Birliyi də, ondan sonra Avropa İttifaqı platforması da, ATƏT də və digər platformalar da bayaq qeyd elədiyim kimi başdan uğursuz bir platforma kimi görünür. Biz bu məsələdə də Fransada daxil olmaqla Avropa liderlərinə bir neçə dəfə o, belə deyək, prosesi uğurla başladıb axıra çatdırması üçün, belə deyək də, şans vermiş olduq. Kobud ifadə etmək kimi olmasın. Amma nə Almaniya, nə İspaniya, nə Fransa, nə digərləri bu məsələni lazımınca qiymətləndirmədilər. Və bu günləri biz hələ də sülh sazişini imzalama perspektivindən, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırması məsələlərindən müzakirə ediriksə,
və hələ də nəticə yoxdur deməkdir və bunun da günahkarlarından, səbəbkarlarından birincisi də elə Fransadır və Fransa təsiri altında olan Avropa ölkələridir. Mübariz bəy, təşəkkürümüzü bildiririk sizə, fikirlərinizi ifadə etdiyiniz üçün və biz elə Ermənistanın baş naziri Nikol Paşinyanın Albaniyaya getmə xəbərindən çıxış eləyərək Avropa Siyasi Birliyi samitində danışılması ehtimal olunan məsələlərdən söz açdıq. Adətən Azərbaycan prezidenti İlham Əliyev də həmin o samitə gedir və burada ayaqüstü bəzən də daha rəsmi formada görüşlər keçirilir. Ermənistanın baş naziri, eləcə də Ermənistan Xarici İşlər Naziri adətən o görüşlərdə iştirak edirlər. Biz bu kontekstdə yenə də müzakirəmizi davam etdirəcəyik. Əlbəttə ki, yeni xəbərlər çıxdıqca